Rüstəm, nə edirsən? Fırtı maşın var elində. Dostlar, hər birinizə salam. Bugünkü hava şəraitimiz biraz küləklidir. Amma eybi yox. Biz sizin üçün çox maraqlı avtomobil gətirmişik. Avtomobilimiz Changan Unizet. Bu avtomobil ölkəyə 3 komplektasiyada gəlir. Bu sadə, orta və full komplektasiyadır. Full komplektasiyanın adı Super Energy-dir. Bizim avtomobil elə Super Energy komplektasiyasındadır. Üstəlik onun ən son versiyasıdır, hansı ki el arasında 2026 kimi tanınır. Əsasən də onu o duqalarla söhbət bunlardan gedir. Bu duqalardan fərqləndirirlər. Həmçinin onun 3 rəngi var, çox məşhur 3 rəngi var, hansı ki şəhərimizdə də tez-tez görəcəksiniz. Ağ rəngdir, belə mokr asfalt rəngidir, bir də qara rəngdir. Bundan əvvəlki illərin modellərində rənglər biraz fərqlənirdi. Mühərriki 1.5 litr həcmində olan, 190 at gücündə olan benzin mühərrikdir. Üstəlik elektrik mühərrik var, hansı ki bizə əlavə güc verir. Bu güc sayəsində avtomobilin ümumi at gücü 190 yox, 215 olacaq. Onu da qeyd edeyim ki, bu plug-in hibriddir. Və plug-in hibrid olduğuna görə bu avtomobili biz şarja qoya bilərik. Şarj demişkən, bunun şarjı 2 cür olur. Bir sadə şarj, bir də sürətli şarj. Orada AC və DC portlar var. Misal üçün zəif üçün və güclü üçün. Qatar da gəldi. Və onu da qeyd edeyim ki, avtomobili şarja biz 220 voltla da qoya bilərik evdə və yaxud da ki, bunun üçün xüsusi stansiyalar satılır, ev stansiyaları adlanır. Misal üçün belə deyim də sizə, sürətli şarjla avtomobil 1 saata enerji doldurur. Ev stansiyasını alsaz 3 saat, 3 saat yarım, amma evdə 220 voltla şarja qoysanız artıq 5 və yaxud da ki 6 saata qədər şarj müddəti uzanacaqdır. Burada da istəyərdim sizə mühərriki də göstərim. Gəlin baxaq bizim mühərrik xanamıza. Buradan açılır, rahatdır. Avtomobilin kapotu olduqca ağırdır. Yəni çox ağırdır. Burada kapot amortizatorları yoxdur. Olsaydı düşünürəm daha yaxşı olardı, amma indi eybi yoxdur. Neyniyək? Olanımız budur. Avtomobilin mühərriki buradadır. Baxın, bu bizim 1.5 litr həcmində olan mühərrikimizdir. Bu isə elektrik mühərrikdir. Daha sonra burada predohranитель blokudur, beynidir və bu antifrizdir. Bu isə bunu səhv salmayaq, burada olan batareya soyuducusudur. Yəni bu batareyanı soyudan mayedir, bu isə motoru soyudan maye antifrizdir. Dostlar, avtomobilin xarici görünüşündən danışsaq, avtomobilin görünüşü olduqca aqressivdir. Əsasən də ön tərəfdən çox aqressiv görsənir. Bu faralardır, radiator barmaqlığıdır. Onu da qeyd edeyim ki, radiator barmaqlığı burada Uni seriyasının belə deyək, imzası olan, hamısında demək olar ki, eyni radiator barmaqlığı gəlir. Yəni belə bir radiator barmaqlığıdır. Duman əleyhinə faralar burada yoxdur. Amma standart faralar full LED optikadır və avto işıqlardır. Həmçinin burada avto dalini vura bilir. Avtomobil lazım olanda dalinini vurur. Əgər qarşınızda hansı bir maneə, piyada və yaxud da ki, avtomobil qabağınıza çıxırsa, daliniləri söndürür. Daha sonra bu tərəfdən danışsaq, 360 dərəcə kamerası var. Hansı ki, buradadır, arxasında var, ön tərəfində var, qabaq tərəfdə var. Bu isə Face ID kamerasıdır. Face ID kamerasından danışsaq isə, bu kamera Azərbaycanda işləməyəcək. İşlətmək üçün sizə master account lazımdır. Yəni ki, burada
Çin nömrəsi lazımdır, Çin akkauntu lazımdır. Biraz quraşdırmaq çətin olar, amma bəlkə də mümkündür. Hələ ki tam belə güclü məlumat yoxdur, amma əsas məlumat odur ki, elə aldığınız avtomobili birbaşa onu qoşa bilmirsiniz. Onun üçün xüsusi master akkaunt lazımdır. Daha sonra burada Keyless Go var təbii ki. Keyless Go ancaq ön qapılardadır, arxa qapılarda yoxdur. Lakin indi ön qapılarda knopkanı bastığınızda arxada açılacaq. Yəni, daha sonra duqalarımız var burada. Görsənir elə bir şey dekorativdir, amma ki üstünə yük də qoymaq olar, problemi yoxdur. Yəni tam dekorativ deyil. Plasmas olsa da burada xüsusi yerləri var, əlavə reylinglər qoymaq üçün. Yəni bunları bagaj kimi istifadə eləmək mümkündür. Spoileri var avtomobilin. Bu hissəsində spoileridir. Spoilerin orta hissəsində stop işığıdır. Həmçinin stop işığı bir dənə də aşağıda var. Və ümumi əsas bizim LED panelimiz buradadır. Hansı ki daim belə işıqlanır getdiyimizdə. 2 dənə fake belə deyək bizdən Bluetooth borularımız var və 20'lik disk təkərlərlə təchiz olunmuş avtomobil. Yalnız full komplektasiyada 20'lik disk təkərlərimiz gələcək. Sadə komplektasiyalarda 19'luq disk təkərlər olur. Minimal olaraq 92 yanacaqdan istifadə olunmalıdır. Burada da qeyd olunub. Həmçinin burada qeyd olunub ki, unleaded fuel, yəni ki, qurğuşunsuz yanacaq. Kommentlərdə də yazmışsınız, görmüşük ki, qurğuşunsuz yanacaq olmalıdır. Digər Chevroletdə yazmışdınız ki, Azərbaycanda 92 qurğuşunludur, digərləri qurğuşunsuzdur. Amma ki, onu qeyd edeyim sizə ki, Azərbaycan Respublikasında indiki ekologiya standartlarına uyğun olaraq artıq 20 ildən çoxdur ki, bütün yanacaqlar qurğuşunsuz istifadə olunur. Yəni, rəsmi məlumatlara əsaslanaraq bunu dəqiq deyə bilirik. Realda olduğunu biz onu sübut edə bilmirik, çünki xüsusi laboratoriya testlərimiz yoxdur. Amma rəsmi məlumatlara görə Azərbaycanda ekologiya standartlarına uyğun olaraq 92, 95 və 98 hamısı unleaded fuel'dır. Məsləhətdir ki, 95 istifadə eləyəsiniz, amma ki, minimal olaraq 92-dən də istifadə eləmək olar. Bu tərəfdə isə şarj portlarımızdır. Balaca olan ev stansiyaları üçündür, sürətli zaryadka deyil. Böyük olan port isə daha sürətli şarjdır. Bayaqlar onu qeyd eləmişdim, yəni sürətli şarjla 1 saata kimi doldura bilər enerjini. Avtomobilin xarici görünüşündən düşünürəm ki, hamısını demişik. Keçək avtomobilin interyerinə və funksionallığına. Avtomobilin interyeri çox premium görsənir, çox qəşəngdir. Avtomobilin qiymətinə yəni uyğun deyil, belə deyim. Hər tərəfi kojadır. Avtomobilin bu hissəsi də salon ümumi kojadır. Bu hissəsi yumuşaq plastikdən istifadə olunub. Hətta üzəri biraz maraqlı belə materialdır. Bir növ Alcantara deyil, fərqli bir materialdır. Çox yumuşaq, premium görünüşlüdür. Həmçinin bu hissədə ambiyanslar var. Böyük, demək olar ki 15-dir, 14,6 inçlik ekranımız var bu hissədə, multimedia displeyi və cihazlar paneli belə deyək elektrondur. O da ki hardasa 10 inçə qədərdir. Sükan elektrondur təbii ki və avtomobildə video registrator var. Video registrator 360 dərəcə qeyd eləyir. Həmçinin salonu da qeyd eləyir. Burada salonun da kamerası var. Daha sonra bu hissədə, burada eynəyimi qoymuşam, bu hissədə telefonun şarjı var. Wireless chargingdir. Daha sonra burada böyük, geniş, belə deyək, qol altısıdır. Qol altının içində soyuducu var. Çox güclü soyuducu deyil, amma ki sərinlədir. İçkiləri falan ora qoysaz sərinlədə bilər. Daha sonra barda çox da kifayət qədər yaxşıdır, genişdir, normaldır, amma işığı yoxdur. İşığı yoxdur, onu da qeyd edelim ki, qaranlıq vaxtlarda salon işığını yandırmalısınız ki, orada nəsə görə biləsiniz. Avtomobilin ümumi ambiyansını qoşanda, ambiyans deməli buradan bura qədər yanır. Həmçinin bu hissədə də işığı var. Və avtomobili daha da premium göstərən hissəsi isə odur ki, avtomobildə panoramik dam var. Düyməni bir dəfə bastığınızda panoramik dam açılır. Ancaq ön jaluzi açılır. Ona görə çox premium görünüşü var. Həmçinin luku açmaq olar. Luk tam olaraq açılmasa da yarıya qədər açılır. O da ki, kifayət qədər yaxşıdır. Həm salon içi daha da işıqlı görsənir, həm də ki, hava ventilyasiyası üçün də çox gözəldir. Ümumiyyətlə, damı tam olaraq bir dəfəyə də açmaq olar. Misal üçün, biz indi gözlədik, 2 dəfə bastıq knopkanı. Knopkanı möhkəm axıra kimi itələsən, yəni dam
bütöv açılacaq, heç gözləmə ehtiyacı yoxdur. 2 dəfə basmağa da ehtiyac yoxdur. Elektron ruchnoydur burada. Yəni dədə-baba yoxdur. Təbii ki, yəni hibrid avtomobildir, plug-in hibriddir. Yəni müasir avtomobildir, müasir avtomobillərin hamısında belədir. Və avtomobilin hava deflektorları bu hissədədir. Kondisionerin deflektorları bax bu hissədədir, buradan açılır və düşünürdüm ki, rahat olmayacaq, bəlkə də hava axını narahat eləyəcək, amma heç də elə deyil, çox rahat kondisioner sistemi işləyir. Ümumi bax avtomobilin salonundan nə deyim sizə? Demək olar hamısını açmışıq. Bir dənə bax burada işıq olsaydı daha yaxşı olardı. Bu hissələrdə misal üçün işıq yoxdur. Olsaydı daha yaxşı olardı. Amma buradakı işıqlar bəlkə də kifayət olar. Onların yandırıb söndürülməsi yəqin burada tapa bilmədim. Eybi yoxdur. Avtomobildə təbii ki, multisükandır. Multisükandan siz belə deyim, həm multimediyanı idarə edə bilirsiniz. Adaptiv cruise kontrol var burada. Zolaq izləmə var. Qarşıda gedən avtomobilin məsafəsini saxlayır. Özü avtomatik tormuz basır, piyadaları tanıyır. 360 kameranı buradan idarə eləmək olar ki, monitorda göstərsin. Yəni bütün qabaqcıl funksiyalar avtomobildə mövcuddur. Start-stop düyməsi burada çox aşağıdadır. Biraz bəlkə də narahatlıq yaradır, amma öyrəşmək vərdişdir düşünürəm. Yəni vərdişlə, yəni start-stop düyməsinə öyrəşmək olar ki, buradan kodlayacaqsan. Daha sonra stəkan yerlərimiz var 2 dənədir, amma biraz balacadır, həm də biraz arxadadır. Ona görə misal üçün avtomobili idarə eləyəndə öyrəşmişik də misal üçün gedəndə əlimizi burada qoyaq. Zaten bunu buna görə qoyublar. Amma görsən, burada stəkan olsa maneçilik eləyir. Yəni əlini ya belə qoyasan, ya belə yığışasan, ya da məcbur belə sürəsən. Biraz maneçilik yaradır döngələrə girəndə falan. Adicə rolu döndərirəm. Bu hətta 1.50 sürsəm stəkana dəyə bilər qolum. Belə bir nüans var. Daha sonra burada bir dənə yerimiz var aşağıda. Bu yer balaca əşyalar üçündür. Telefon falan qoymaq olar ora, başqa xırda əşyalarınız varsa. Böyük əşyaları da qoymaq olar, lakin döngələrdə və yaxud da ki, biraz sərt manevrlar eləyəndə o böyük əşyalarınız aşa bilər. Çünki buradan heç bir qorunması falan yoxdur, jaluzi yoxdur, bir nəsə bağlamaq yeri yoxdur. Bəlkə də sonradan nəsə quraşdırmaq olar, amma zavoddan heç nə qoyulmayıb. Ona görə yəni böyük əşyalar qoysaz, o da oradan aşacaq. Amma fikir olaraq çox yaxşı düşünüblər, yəni maraqlı bir söhbətdir. Sadəcə avtomobil yiyəsi özü də qeyd elədiyinə görə, yəni böyük əşyalar ora qoyanda həmişə aşır deyir. Yəni o qədər də rahat deyil o bu baxımdan. Deməli dostlar, burada maraqlı rejimlər var. Bu istirahət rejimləri kimi deyək avtomobildə. Biz indi Çin dili bilmirik. Yiyəsi bizə özü bildiyinə görə öyrədib ki, bax burada misal üçün bu rejimi seçəndə bu ikinci işarəni burada nə etmək olar? Misal üçün bunu basırıq və avtomobil avtomatik olaraq biraz pəncərəni açır və oturacağı tam olaraq uzandırır ki, rahat istirahət edə biləsən. İndi mən bunu söndürəcəm təbii ki. Belə bir rejim var. Bir də race mod var, onu indi sürəndə göstərəcəm sizə. O da maraqlı bir söhbətdir. Bir də bayaqları sizə demişdim ki, misal üçün narahat hissələr də var da. Misal üçün bu start-stop düyməsi idi, narahat idi. Stəkan yeri biraz narahat olduğunu demişdim. Burada bir məsələ də var ki, Changan Unizet modellərin hamısında bu güzgü təzə alanda həmişə nəsə problemi olur. Oynayır, titriyir, belə problemlər olur. Ona görə onu mütləq sıxmaq lazımdır. Yəni təzə maşın aldığınızda ona da fikir verin ki, bunu sıxmaq lazımdır. Arxasından yer var, onu sıxmaq lazım olacaq ki, bu titrəmələr olmasın. Birdən kimdəsə titrəsə elə bilərsiniz ki, xarabdır. Xarab deyil, sadəcə arxasından sıxmaq lazımdır. Burada çox rahat oturmuşam. Hal-hazırda oturacağı da öz boyuma görə tənzimləmişəm. Boyum bir o qədər hündür deyil, 1.72-dir. Amma düşünürəm ki, dama qədər hələ yer var və lazım olarsa da biraz da oturacağı dala verə bilərəm ki, daha da rahat əyləşə biləsiniz burada. Keçək bir dənə arxasına da baxaq ki, oturacağın vəziyyətini dəyişməyəcəm. Çox geniş oturmuşam, çox rahat oturmuşam. Keçək arxa oturacağı da baxaq ki, necə olacaq. Arxa çox hündür görsənir, amma olduqca da rahatdır. Burada 2 dənə şarj portumuz var, telefon zaryadkası üçün. Həm də bir dənə cib var, maraqlı cib qoyublar. Burada ekonom eləməyiblər. Bu hissədə 2 dənə cibimiz var. Misal üçün, keçən dəfə çəkdiyimiz avtomobillərin bəzilərində heç bu ciblər yox idi, amma burada var. Belə, oturacaqlar da maraqlı oturacaqlardır. Kovş tiplidir, ön oturacaqlar kovş tiplidir. Burada da belə nətər deyim sizə, hava axını bəlkə də lazım olar kiməsə. Burada
qol qoyanımız var və burada 2 dənə stəkan yeri var. Böyük stəkanlar burada yerləşməyəcək, çünki biraz balaca yerlərdir, amma standart kofe üçün okeydir, uyğundur. Rahatdır kifayət qədər. Yenə avtomobilin baqaj hissəsindən də danışmağa təklif eləyərdim. Keçək baqaj hissəsinə. Avtomobilin baqaj hissəsindən danışsaq, deməli avtomobilin baqaj hissəsi ümumiyyətlə baqajı elektrondur. Amortizatorlarla qalxır. Burada düyməsi də var bağlamaq üçün. Mən bilən bütün komplektasiyalarda elektron baqaj gəlir. Kifayət qədər geniş baqajdır. Həmçinin oturacaqları siz qatdasanız 1000 neçə litr eləyir baqajı qatdasan. Bu hissədə biraz bizim avtomobil liyəsinin əşyaları var, amma deməli bu hissədə avtomobilin akkumulyatorudur. Videonun əvvəlində deyə bilərdiniz ki, bəs kapotun altında akkumulyator yox idi, haradaydı? Buradadır. Avtomobilin akkumulatoru buradadır. Daha sonra burada 3 bucaqdır qəza, 3 bucağı da avtomobili dartmaq üçün xüsusi alətdir. Jiletdir. Bir də belə bir. Yəni əgər yolda təkəriniz buraxıbsa, adnarazıvıdır, tək istifadə üçün nəzərdə tutulub. Təkəriniz buraxıbsa, partlayıbsa yox, deşilibsə, bununla siz onu doldura bilərsiniz. Xüsusi bir içində maye var, hansı ki bütün deşikləri doldurur. Bir də burada maraqlı bir söhbət var. Belə bir cihaz var, hansı ki səhv etmirəmsə, hər hansı bir cihazınız varsa, enerji ilə işləyən, zanetkaya qoymaq istəyirsiniz və yaxud da ki, ondan avtomobildən yəni enerji verə bilərsiniz. Misal üçün, kampa getmişsiniz, palatkanız var, palatkadan da işıqlar asmaq istəyirsiniz. Balaca belə, necə deyim sizə, xüsusi işıqlar olur, ambiyans işıqlar kimi deyək. Onları buna qoşmaq olur. Bunu qoşacaqsınız avtomobilin şarj yerinə, oradan avtomobil enerji verəcək. Elə bir şey qoyulur. Sadəcə bu nəsə Çin standartıdır. Yəqin hansı bir perixalnik istifadə edərək bunu istifadə etmək olar. Belə. Dostlar, başlayaq bizim sürüş testimizə. Ona görə birinci kəməri bağlayaq ki, həmişə dediyim kimi öncə təhlükəsizlik. Bir də avtoparking yoxlayacağıq sizinlə. Birinci hələ ki sürək, sonra avtoparking yoxlayarıq. Bir şey demək istəyərdim. Deməli, avtomobildə səssizliyi təmin etmək üçün Changan şirkəti neynədir? Ön şüşələr, bu şüşələr 2 qatdır. Arxa şüşələr 1 qatdır, amma ön şüşələr burada 2 qatdır. Ona görə küləyin səsi az gələcək. Yəni, sürəndə daha səssiz olacaq avtomobil. Bir də bütün Çin avtomobillər, Çin deməyim, ümumiyyətlə bütün elektrik avtomobillərdə olduğu kimi yavaş sürdüyümüzdə avtomobildə çöldən səs gəlir ki, piyadaları qorxutmamaq üçün, narahat eləməmək üçün. Deməli, dostlar, biz yola düşdüyümüzdə mən sizə bir funksiyalar göstərmək istərdim bu avtomobildə ki, düzdür, dayananda da bunu qoşmaq olar, amma mənası o qədər də güclü deyil. Funksiya nədir? Deməli, monitorda, biz multimedia displeyində xüsusi funksiya var, Race Mode. Biz onu qoşanda avtomobilin ön ekranında deməli, monitorda belə bir animasiya baş verir, sürətimizi göstərir və səs eləyir. Eşidirsinizsə, bilmirəm, yaxşı eşidilir yoxsa yox, daxili yanma mühərrikinin səsi gəlir. Elə bir ki, həqiqətən biz yarış avtomobili sürürük. Bir də mən mikrofonumu çıxardım, kolonka tərəfə tutaram. Yaxşı eşidirsin. Dəqiqə. Qaz pedalı nə qədər çox basırsansa, bir o qədər də səs çox gəlir. Belə. Dəqiqə. Можно выбрать эти, как это называется, виды машины. Hətta avtomobil gəsi də burada kömək eləyir. Deyir ki, avtomobil növləri falan dəyişmək olar. Düzdür, bu biraz hamıya maraqlı olmaya bilən bir funksiyadır, amma bir özəllikdir də, maraqlı bir özəllikdir. Əgər elektrik mühərrikdə sürərək daxili yanma mühərriki sürdüyünüzə öyrəşmişsiniz əvvəl, elə bir ki, bu effekti qoşub, elə biləcəksiniz ki, güya şey sürürsünüz. Standart bir avtomobil. Özdə onu da deyim ki, Race modda bizim belə deyək, cihazlar panelimizdə də ümumi
animasiya dəyişir. Ümumiyyətlə artıq speedometr kimi yox. Biraz fərqli bir animasiyadır. Burada avtomobil stoplarıdır və ortada sürəti göstərir və race sözü yazılıb. Maraqlı bir özəllikdir. Gəlin indi bunu söndürək. Nə deyəcəkdim? Bir də avtomobilin sürətlənməyini də yoxlamaq olar, amma onu da deyim sizə ki, mən 0-dan 100-ə qaldırmayacağam, çünki şəhər daxilindəyik. Həm də ki, avtomobil yenidir, istəməzdim çox incidək. Sadəcə biraz baxaq ki, dinamikası nə qədərdir də, indi yoxlayaq. Elektrik avtomobillər kimi çox yaxşı sürətləndi. Hətta onu sizə deyim ki, adamı oturacağa yaxınlaşdırır belə. Çox rahatdır avtomobili idarə eləmək. Mən sizə deyim ki, düzdür, özüm də crossover sürürəm, amma yenə də crossover sürməsəydim də belə idarə etməsi çox rahatdır. 360 kamera, arxa park radarlardır. Bu sistemlər kömək eləyir avtomobilin razmerlərini bilməyə. Düzdür, biraz əyri yollarda biraz yellənməyi var, amma düşünürəm ki, bu demək olar ki, bütün crossoverlərə xasdır. Yəni bu qiymət segmentində özdə olan bütün crossoverlərdə, hətta bəlkə də bundan da biraz zəifdir ki, bəlkə bundan da çox oynayır, bunda azdır. Səs-küy də azdır, yəni çox deyil. Hələ onu da qeyd edeyim ki, lükumuz açıqdır. Tam açıq deyil, amma yox, var, biraz yellənməklər var, amma o qədər kritik vəziyyətdə deyil. Kritik dərəcədə deyil, yaxşıdır. Buradan dönək biz. Deməli, qabaqda istəyərdim sizə avtoparking haqqında danışım. Avtoparking ümumiyyətlə göstərim. Əgər pоворotnik yandırıb yavaş sürətlə gedirsinizsə, 360 kamera avtomatik qoşulur və döngələrdə sizə kömək eləyir. Yaxşı sistemdir. Düzdür, mən öyrəşməmişəm. Amma öyrəşəndən sonra düşünürəm, çox qəşəng olar. Çox rahat olar, əlavə bir komfort verir. Daha təhlükəsiz döngələr təmin olunur. Elə burada da istəyərdim parkinqa biz gəlmişkən avtoparking özəlliyini göstərim. Düzdür, mən indi vərdiş olaraq özüm parkovkaya keçmək istədim. Eybi yoxdur, avtomobili elə düzəldək ki, avtoparkinqi qoşa bilək. Dəqiqə. Deməli, biz avtoparkinqi aktiv eləməyimiz üçün birinci, təbii ki, parking yerləri olmalıdır, zolaqlanma olmalıdır. Parking düyməsini seçəndən sonra parkovka yerlərin yanında bir dənə zəhmət olmasa monitoru da çəkərsən. Deməli, parking yerlərin yanından keçəndə burada göstərir yaşıl işarə ki, bu parkovkaya girə bilərik və burada onun işarəsi var. Deməli, biz bunu seçirik və yaxud bunu seçə bilərik. Burada indi Çin dilində yazılıb. Amma söhbət nədir? Bunu bassaq, avtomobilin içində qalmaq şərti ilə avtomobil özü parking eləyəcək. Amma ikinci düyməni bassaq, deməli, sən artıq avtomobildən düşməlisən ki, o özü parking eləsin. Gəlin elə daha maraqlı olsun deyə ikinci işarəni seçərək yoxlayaq, görək ki, necə park eləyəcək. Artıq maşından düşə bilərik. Açarı özümüzdən götürməliyik. Deməli, parkovka tam həyata keçsin deyə nə etmək lazımdır? Biz bayaqları avtomobildə o düyməni bastıq. Daha sonra pultda ən aşağıda parkovka düyməsi var. Onu basıb tuturuq. Avtomobil bizə siqnal verir ki, parklanmaya hazırdır və mən heç nə eləmirəm. Özü, avtomobildə də görürsünüz ki, heç kim yoxdur. Özü park edir. Lazım olan bucaqda təkəri döndərir ki, rahat parkovka yerinə keçsin və avtomobilin sol tərəfindən də biraz daha çox yer saxlayacaq ki, əgər yanımızda avtomobil olsa, rahatlıqla qapını açıb düşə biləsiniz deyənə. Və güzgüləri də qatlayır. Hazırdır, avtomobil özü kilidə düşür, bağlanır.
Dostlar, ümumi avtomobil haqqında təəssüratlarımı sizinlə bölüşsəm, avtomobil kifayət qədər rahatdır. Həm də yenidir. Bu qiymət segmentində bunun rəqibləri düşünürəm ki, demək olar ki, yoxdur. Elə qiymət demişkən, bu qiymətdə, bunun qiyməti hardasa, indi əgər sifariş versəz, hardasa oturur 30 minə, bir 35 minə qədər, yəni bu avtomobili almaq olur. Bu arada biz gətirmirik, sadəcə məlumatlandırma videosudur. Bir də avtomobildə CarPlay'dir, Android Auto'dur, bunlar gəlmir. Ona görə onları sonradan ya bəlkə də yükləmək olur, bəlkə də xüsusi bir avadanlıq kimi, bu bəzi internetdə görəcəksiniz, satırlar, flashcard tipli və yaxud da ki smartbox tipli avadanlıqlar olur, cihazlar olur. Onlar vasitəsilə siz CarPlay ilə Android Auto'nu bu multimedia sisteminə tanıtdıra bilərsiniz. Videonu bəyəndinizsə, videonu like etməyi, kanala abunə olmağı, həmçinin bizim TikTok və Instagram kanallarımız var. Onlara abunə ola bilərsiniz. Sağ olun, təşəkkür edirəm.